Herkese salamlar. Bu günləri MHM test topusundan Albaniya dövlətinə aid olan bir sualın izahına baxacağıq. Deməli, 7-ci sual deyir ki, urnayırın fəaliyyəti üçün xarakterik deyil. Aha. A variantında deyir ki, xristiyan kilsəsinə torpaq bağışlanması. Bilirik ki, Urnayır 313-371-ci ildə hakimiyyətdə olub. Və Urnayır 313-cü ildə xristiyanlığı dövlət dini qəbul eləmişdi. Ona görə də A variantı doğrudur. Bizdən isə xarakterik olmayanı istəyir. B-də deyir ki, itirilmiş torpaqların Dizrab döyüşündə geri qaytarılması. Baxın, bu yanlışdır, B variantı. Çünki Dizrab döyüşü bildik 371-ci ildə Sasanilər və Roma arasında olmuşdu. Və Sasani hökmdarı ilə də Urnar müttəfiq idi. Dizrab döyüşündə Sasanilər məğlubiyyətə uğrayırlar. Uti, Girdiman, Kolt, Şakasin bu vilayətlər itirilir. Və bu vilayətlər yalnız 387-ci ildə Roma və Sasanilər arasında müqavilə bağlandıqdan sonra geri qaytarılır. Burada nə yazır B variantında? Dizrab döyüşündə geri qaytarılması. Əksinə Dizrab döyüşündə bu vilayətlər itirilmişdi deyə B variantı yanlışdır. C-yə baxaq, müstəqil xarici siyasət yürütməsi. Bəli, bu doğrudur. Urnayır müstəqil xarici siyasət yürütmüşdü. D-də deyir ki, Sasanilərlə birlikdə Kiçik Asiyaya yürüşdə iştirak etmişdi. Bilirik ki, bayaq da vurğuladığımız kimi Urnayır Sasani hökmdarı ilə müttəfiq idi və Roma üzərinə yürüş eləmişdi həmçinin. Ona görə də D variantı da doğrudur. Hətta 359-cu ildə Amid döyüşündə də qalib gəlmişdilər. E-də deyir ki, bütpərəstliyə qarşı mübarizə aparılması. Bəli, E variantı da doğrudur. Çünki xristianlığı 313-cü ildə dövlət dini qəbul edib və bütpərəstliyə qarşı mübarizə aparmışdı. Deməli, burada doğru cavabımız olacaq B variantı. Bizdən xarakterik olmayanı istəyirdi. Sağ olun.